qurban olduğum üç rəngli bayraq dalğalanır axı. Yəni mənim üçün ondan əziz bir şey yoxdur da həyatda. Ondan əziz bir şey yoxdur həyatda. Nə bilim, bəzi adamların telefonunu açsan içindən 1000 dənə bayraq çıxır. Başları qarınlarına. Gəlin, 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 gəlin. Dədə balası. Ay dədə balası. Deyirəm adamın bir 250 min pulu olaydı. Bu qaldığım əmlakı alaydı. Heç nə yox. Hər gün çıxıb bir dənə bu bayrağın dalğalanmasını görmək, Azərbaycanın ürəyinin döyüntüsünü görmək, yəni başqa ləzzətdir də. Yəni bu gözəlliyə baxın hələ. Bir dənə bu gözəlliyə baxın hələ. Yox deyə belə bir şey qardaş. Belə bir şey yoxdur. Dünyanın heç bir yerində belə bir şey yoxdur. Astarada, düz bulvarın kənarında sizə super bir dənə mənzil təklif edirəm. Bir dənə baxın bu gözəlliyə. Ümumi sahəsi 160 kvadrat metrdən ibarətdir. Hal-hazırda mənzilin geniş terasındayıq. Teras deyil bura. Buranın özü bir bulvardır. Bir dənə burada qəşəng o şişirmə hovuzlar var. Ondan için su ilə doldurursan, uşaqları bıraxsan biraz yesin. Bəh, 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 bəh. Bir dənə bu gözəlliyə bax. Gördünüz? Mənzilin digər tərəfində də teras var. Burada nə bilim barbekü, nə bilim kabab pişirən, nə bilim nə istəyirsən yığırsan da qardaş. Nə istəyirsən eləyirsən. Burada özün üçün bir dənə şərait qurursan. Necə lazımdır? Nə bilim bir dənə lejanka atsan bura. Dostumu, tanışımı gəlirsən istirahətə, nə bilim, yaşamaq istəyirsən, yaşayırsan daimi. Nə bilim, ayda, ildə bir dəfə gəlirsən, həyatdan bir dənə gün uğurluyursan. Necə istəyirsən elə də elə də, nəyimə lazımı, neynəyəsən, mən Allah'ım bəyəm, sən alırsan da. Gəl, gəl. Daxil olduq terasdan bir dənə studiya, mətbəxə. Bura mətbəx ərazisi ayrılıb. Burada studiyadır. Qonaq otağı falan, və sanitar qovşağıdır. Yüksək səviyyədə təmir olunub, hər şeyi hazırdır. Bir dənə aksesuarların quraşdırırsan qardaşım, yaşayırsan. İstəyirsən yaşayırsan, istəyirsən istifadə edirsən, nə istəyirsən edirsən, deyirəm də sənə. 2 dənə də yataq otağıdır. Hər iki yataq otağının da panoraması dənizə. Bəh, 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 bəh. Bax hələ bu gözəlliyə, bax hələ bu gözəlliyə. Vay, 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 harada baxırsan qurban olduğum üç rəngli bayraq dalğalanır axı. Yəni mənim üçün ondan əziz bir şey yoxdur da həyatda. Ondan əziz bir şey yoxdur həyatda. Nə bilim, bəzi adamların telefonunu açsan içindən 1000 dənə bayraq çıxır. Başları qarınlarına. Gəlin, 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 gəlin. Bir dənə də yataq otağı buradadır. Elə buradan da eyvana çıxış var. Görürsünüz, buradan da eyvana çıxış var. 160 kvadrat metrdir. Ümumi sahəsi təbii ki, eyvanlarla bir yerdə. Baxın, binanın həyətində artıq hovuz da hazırlanır. Gördünüz, hovuz da hazırlanır. Yaxın günlərdə hovuzu da istifadəyə verəcəklər. Sağ olsun rəhbərliyi. Biz gündə kəllə üstə atlanırıq hovuza. Rəhbərlik söz verib ki, bu yaxınlarda hovuza su da bıraxacaqlar. Bilirsiniz anekdotu. Deyir, ata, ana bizdə hər şey əladır. Sağ olsun rəhbərlik biçimdə hovuzda tikib. Gündə kəllə üstə atlanırıq hovuza. Amma rəhbərlik sağ olsun bu yaxınlarda söz verib ki, hovuza su da bıraxacaqlar. Dostlar, bu Cəhcalalın qiymətini sizə elan eləmək istəyirəm. Burada çox danışmağın mənası yoxdur. 2 dənə yataq otağıdır, bir dənə studiya zaldır. Ümumi terasla bir yerdə 160 kvadrat metrdən ibarət cənnət məkanım Astarada qiymət 250 min manat. Bir daha deyirəm, qiymət 250 min manat. Əlaqə saxlayın, bu əmlakı əldən verməyin. Telefon nömrəmiz 050 321 45 02. Əlaqə saxla, sənin olsun dədə balası. Dədə balası.